Tarihten mi? Ben mektepten gələndə mən itişdiyim. Aycan. Reseptində dərmanları Aycan, baxamadı. Əlim içində. İt düşdüyüb səni. Bu nədir? Küçək məktəbdə. Əli şişib bunun. Özü də istidir bu. Qızdırması var, xəstələn. Qızdırman var səndə. Resept verməyiblər. Həkimə gedimsən, bu qudu doğrulmalıdır buna. Resepti var, amma ala bilməmişəm. Ver elə reseptini ver mənə. 85 manat eləyir. Bunu mütləq bunu vurdurum. 50. Bu da 50. Sağ ol. Bunu salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Deməli gəlmişəm Xırdalana. Xırdalanda 3 qız anası var. Vəziyyəti indi girib içəri görəcəyik. Necəsiz? Çox sağ ol. Dostlar, baxın vəziyyət elə girən kimi bəllidir ki, nə var nə yox. Xanım kirayədir bura. Bəli qardaş. Adınız nədir? Cəmali. Hə, Cəmalı xanım. Yox. Anam rəhmətə gedib, atam da ki, başqa ailə həyat qurub. Allah rəhmət eləsin. Sağ ol. Bura mətbəxdir. Bəli. Dörd ay bundan qabaq qardaşım vardı. O bizə baxırdı. Onun Koroğlu'da maşın vurdu, rəhmətə getdi. Ondan sonra bizə baxan yoxdur. 2 ay bundan qabaq da sosial alardım kəsildi. Yəni heç cür uşaqlarda qoyub, balacan qoyub gedib işləyə bilmirəm. Evin pulunu verə bilmirəm deyə ev yəsi bizi çıxardır. 2 aydır verə bilmirəm. Kommunallar yığışıb, uşaqlara heç nə alıb yedizdirə bilmirəm. Qonşular kömək edirlər yeməklərinə. Balaca ət deyin ağlayır axşamdan. Burada nə qədər kirayə verirsiniz? 200 manat. 200 manat bunun arasına verirsiniz. Kommunal daxil 200 manat. Nə var xalqdəninki bizdə? Nə var yeməyə? Nə yemisiniz, nə içmisiniz? Xalqdən qızıb işləmir. pendir. Baxın bunu. Pendir. Bunu yemisiniz. Qoyacaqsınız. Bunu atı. Bunu ümumiyyətlə tulla geçsin. Bu xarabdır. Uşaqlara onu nə yedizdirmişsiniz? Buna bax. Bütün milçəklər uçur. Makaron, qatıq. Vəziyyətləri çox pisdir bunların. Həqiqətən. Əmin sizə indi yemək olar. Nəsə yemək istəyirsiniz, ürəyiniz nəsə istəyir? Toyuq istəyirəm mən. Yaxşı, əmin sizə indi toyuq da alar, hər şey də alar, yersiniz. Səbəti götürürsünüz. Ürəyiniz nə istəsə, toyuq, şirniyyat, cips. İndən kimi heç kim belə sevindirməmişdi. Çox sağ ol.